bilirsiniz, qida təhlükəsizliyi məsələsindən də onunla paralel, ən azı onun qədər əhəmiyyətli olan məsələlər də eyni zamanda qida keyfiyyəti və qida mədəniyyətidir. Həmçinin burada bəzi qidaları həmin bu sosial şəbəkələrdə, xüsusən də bu mukbang kateqoriyasına düşən videolarda işıqlandırmaqla orada bir food fraud, yəni qida saxtakarlığına yol açılır. Sanki bu qədər qidanın hamısını o insan yer, elə bir əks ortadırır və ya bəzən kameranı elə yerləşdirirlər ki, qida əslində çox görünür. Çox olmasa da çox görünür. Bəli. Salam, hər vaxtınız xeyir olsun. Əziz Planet FM dinləyiciləri, siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz. Sizinlə mənəm Nigar və zaman maşınında səyahətimiz başlayır. Bugün çox vacib və aktual bir məsələyə toxunacağıq. Qida vərdişlərimizdən danışacağıq. Son 50 ildə, 100 ildə dəyişən vərdişlərdən söhbət açacağıq və bu mövzuda mənə qida mütəxəssisi Seymur Qafarov yardım edəcək. Seymur bəy, xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Xoş gününüz olsun. Minnətdaram dəvətiniz. Seymur bəy, bilirsiniz də, son günlər dünyanın elmi gündəmini zəbt edən bir məlumat var idi. NASA'nın Artemis 2 missiyası Ay səthinə enmədi, amma ay ətrafında dövrə vurdu və geri qayıtdı. Astronavtların qidalanması ayrıca mövzu olduğundan biz də istər-istəməz bu mövzuya keçid etmək qərarına gəldik ki, çünki dəfələrlə bu söhbəti eşitmişik ki, gələcəkdə biz tübüklərdən qidalanacağıq, yəni astronavtlar üçün hazırlanmış xüsusi süni hazır qidalardan istifadə edəcəyik, amma çətin ki, bu yaxın gələcəkdə gözləsin bizi. Amma bəzən elə hadisələr və elə xəbərlər baş verir, o xəbərlərdən biz məlumatlı oluruq ki, insan doğrudan qidalandığı ərzaq məhsulları barədə bir balaca təşvişə düşür. Bizim təşvişə düşməyimizə səbəb varmı? Ümumiyyətlə, son 50-100 ildə bəşəriyyətin qidalanma vərdişində dəyişən nədir? İstəyirəm bundan danışaq. Çox sağ olun dəvətiniz üçün, minnətdarım mövzuya toxunduğunuza görə. Ümumiyyətlə, bəşəriyyətin ilk öncə onu vurğum ki, qidalanma vərdişləri onsuz da dəyişib. Yəni, artıq ənənəvi şəkildə ailə mühitində səhər, günorta, axşam yeməklərinin bir masa arxasında icra olunması günün iş saatı ilə əlaqədar olub, iş vaxtları əlaqədar olub tamamilə dəyişib və həyatımıza sürətli qidalar, küçə qidaları, çatdırma qidalar, yedikdən sonra bir qismini aparıb sonra yenidən davam etmək kimi take-away adlanan qidalar artıq həyatımıza qədəm qoyub, ona görə dəyişib bu. Və üzümüzə gələn müddətdə də bir qida mütəxəssisi kimi apardığımız araşdırmalar, dünya ölkələrində gördüyüm təcrübələr əsasən, bəli, bu daha da sürətli, çevik bir hal olacaq. İnsanlar evdən çıxmadan pandemiya dövründə olduğu kimi qidalanmaları tam bu vərdişlərə yiyələndiyindən artıq onlayn çatdırma qidalar daha üstünlük təşkil edəcəkdir. Eyni ilə digər dünya dövlətlərinin təcrübəsində olduğu kimi bizdə də evdə hər hansısa bir qidanın hazırlanması ilə bağlı insanlar istər onu düzgün ənənəvi və üsullarla peşəkar şəkildə hazırlamaq artıq çox dəli çata bilən olmayacaq və bunu daha peşəkar şəkildə hazırlayan ictimai yaşayış müəssisələrindən bu tələb olunacaq və hətta bunun qida imkanları, yəni qiymət baxımından nöqteyi nəzərdən çatdırma qidalar daha ucuz ərsəyə gələcək və buna görə də insanlar bu qidalara üstünlük verəcəklər. Bu yaxşıdır yoxsa pis? Sözsüz ki, bu bizim kimi qədim ənənələrə və müəyyən belə deyək, ənənəvi söykənən bir mətbəxə, öz belə deyək, folklorumuza, öz ənənəvi mirasımıza uyğun olaraq qidalı insanlar üçün sözsüz ki, pisdir. Hər bir coğrafiyanın, hər bir millətin belə bir damaq zövqü, bir qida vərdişləri, qida hazırlama metodikaları var. Sözsüz ki, bu üsullar, metodikalar əlbəttə ki, qədim təcrübələrə, belə deyək, qədim qida vərdişlərinə, qida qəbulənənlərinə söykənir. Bunlar artıq yox olduqda bunun yerini eyni ilə, belə deyək, qlobalizmin bizə tətbiq etdiyi standart qidalara, çörək arasında olan sürətli qidalara artıq təhvil verməli olacaq. Əlbəttə ki, bu sözsüz ki, həm istehlakçısı kimi, həm qida mütəxəssisi kimi mənə də narahat edir. Mənim bu barədə bölgələrimizdə də fəaliyyətlərim var müəyyən qədər və müəyyən tədbirlərdə məsələləri qaldırıram ki, yeni gənc pokoleniyada xanımlar, yəni gənc mərhələdə, gənc dövrdə çıxan nəsillər, bəli, həm oğlanlara aid ola bilər, bu oğlan aşbazlara, həm də xanım aşbazlara aid olar və ya ümumiyyətlə məişətdə qida hazırlığına aid ola bilər. Onlar valideynlərinin qidaları hazırladığı zaman orada spesifik toxunuşları, yəni bunun dadı nəyə görə bu cür oldu toxunuşlarını mütləq öyrənsinlər.
özləri üçün qida hazırlasınlar. Sabah bu sahədə özlərini sınaya bilərlər, cəmiyyətə faydalı ola bilərlər. Başqa bir ölkəyə gedərlər. Bilirsiniz, ölkələr bir-birinə geyim, musiqi, dil və bir də qida mədəniyyətlərlə daha tez adaptasiya və inteqrasiya edirlər. Bizim mətbəxlərdə orada tərənnüm eləyə bilər. Əfsuslar olsun, bugünkü gündə gənclərimiz bu sahəyə bir o qədər maraq göstərmir. Yəni söhbət tələbə yataqxanalarında yaşayan və yaxud da evdən kənarda yaşayan və yaxud da ölkə xaricində, ona görə mütləq inqridiyentlər əsasında dünyanın harasında olursa olsun ənənəvi o qidaları eləyə bilmək, hətta lazım gəldikdə o dadları eyni ilə ala bilək deyənə özümüzün spesifik ədviyyatlarını da daima belə deyək, yanımızda bulundurmaqda fayda vardır. Seymur bəy, indi biz qədim qidalanma vərdişləri deyirik, amma bu qədim qidalanma vərdişlərimizin tarixi nə qədər qədimdir? Biz təxminən hansı tarixi dövrü nəzərdə tuturuq? Lap qədimdən danışırıqsa, indi yəqin ki, məlumatınız var da, bu paleo pəhrizi adlanan bir şey var. Az qala mağara dövründə, yəni paleo adından da göründüyü kimi, qədim daş dövründən qalma bir adətlər kimi qidalanmaq vərdişi yaranıb. Və belə deyim də, biz qədim qidalanma vərdişi deyəndə sırf olaraq evdə, ailədə, mətbəxdə hazırlanan, nənələrin, anaların hazırladığı qida deyəndə biz təxminən neçə il bundan əvvəl nəzərdə tutuluq. Bax, həmən dövrdə hazırlanan qidaların bugünkü qidalarla, onların tərkib hissələri ilə nə dərəcədə oxşarlığı qalıb? Bizim qidalarımız tamamilə orqanikdirmi, təbiidirmi? Yəni bizim indi kərə yağı kimi istifadə etdiyimiz yağ doğrudanmı kərə yağıdır? Hamının nehrə yağından, hamının təbii kənd təsərrüfatı məhsullarından istifadə etmək kimi bir imkanı da yoxdur. Bax, indi biz bu balansı qoruyub saxlamaq üçün necə müəyyənləşdirək ki, etdiyimizin hansı daha doğrudur? İlk öncə o sualınızın o hissəsinə vurğulayım ki, qədim dövrlərdən hər bir coğrafiyanın özündə müəyyən heyvan mənşəli qidalar, xammallar və bitki mənşəllər mövcud olub. Bunlar əsasında da yenə həmin o dövrdə, hansı ki qədim dövrdə odun kəşf olunması ilə bu qidalarla müəyyən qarışımlar əldə edilir və maye də bu işə daha çox dəstək durub və ortalığa o dövrlərdən bu dövrə müxtəlif qidalanmalar çıxıb. Hazırki vəziyyətdə, bəli, bizim milli çox gözəl yeməklərimiz var, bölgələrimiz var, orada düyü ilə hazırlanan yeməyin növü 50-dən daha çoxdur. Elə bölgələrimiz var, ət ilə ərsəyə gələn təamlar daha müxtəlifdir, daha dadlıdır və bu dadları dünyanın heç bir yerində dada bilmirsiniz. Bu sualın ikinci hissəsi ilə də onu bildirmək istəyirəm ki, torpağın özünün zənginliyi, məhsuldarlığı bu işdə çox vacib əhəmiyyət daşıyır. Heyvan mənşəli qidalar əldə etmək üçün həmin heyvanlar mütləq bu otla bəslənməlidir. Demək, torpağın özü mineral tərkibi tam qənaətbəxş olmalıdır ki, ərsəyə gətirdiyi məhsul və məhsuldan ərsəyə gələn heyvan mənşəli məhsulda daha qaydasında olsun. Buna görə məhz qida təminatlarında hər zaman tarladan süfrəyə prinsipləri olunur və ya tarladan səngələ belə deyil. İkinci məqam ondan ibarətdir ki, bizim bu məhsulları qoruyub saxlamaqdan daha çox, hansı ki bu məhsulları biz uyğun şəkildə hazırlaya bilməliyik, uyğun şəkildə saxlaya bilməliyik. Qida təhlükəsi artıq dünyada çox vacib bir məqamdır. İstər molekulyar mətbəx qidaları olsun, İstər astronavtlar üçün nəzərdə tutulmuş qidalar olsun, istər aktiv həyat tərzi keçirən idmançılar, istərsə də sıravi vətəndaşlar üçün olsun. Qida təhlükəsi məqamlarında ekonomik və praktik üsulla böyük kütləni qısa vaxt çərçivəsində qidalandırmaq məsələləri vacibdir və bu da müasir dünyamızda kapitalizm, megapolislər, şəhərlər, qidalanma, marketlər, ictimai yaşayışlar buna xidmət edir. Amma burada minimum sanitar normalara riayət etmək bəs etmir. Ona görə də qida təhlükəsindən bağlı məsələ 1959-60-cı illərdə NASA Kosmik Araşdırmalar Mərkəzi üçün tətbiq olunmuş HASP prinsipi, yəni Hazard Analysis Critical Control Point, təhlükə analizi və kritik nəzarət nöqtələri sistemi ortaya çıxıb və bu həmin bunlar üçün, bu kəsim belə deyək, mühəndislər üçün, astronavtlar üçün qida məhsullarının daha təhlükəsiz ərsəyə gəlməsi ilə bağlı bir konsepsiya hazırlayıb və bunlar 7 prinsipə söykənir. Bugün ölkəmizdə də 2023-cü ildən etibarən 523 saylı qida təhlükəsi haqqında qanunvericinin tələbini artıq bizdə də tətbiq olunmaqdadır. Və bu çox sevindirici bir haldır ki, bizim bugün qidalanmalarımız, yəni otel, restoran sahəsində, horega sahəsində, ictimai yaşayış sahəsində, market, digər pərakəndə satışlar, çatdırma, qidalar artıq bu sahədə heç də biz dünyada tətbiq olunan o beynəlxalq prinsipdən geri qalmırıq. Əksinə ona yavaş-yavaş bütün müəssisələr öz yollarını, öz strateji planlarını inteqrasiya edirlər.
Bu da bizə kömək eləyəcək ki, ortalığa yeni növ qidalar, yəni bizim ənənəvi qidalarımız çatdırma şəklində, paketlər şəklində çatdırma zamanı neçə dəqiqəyə nə qədər soyuya bilər, necə qala bilər. Bu təcrübələr getdikcə artıq ortalığa bir füyuzol mətbəx çıxacaqdır. Bu da ənənəvi qidaların müasir metodik qaydalarla təqdimatıdır. Eyni zamanda artıq ölkəmizdə ət məhsulunu həddindən artıq çox qaynatmaqla ondan müəyyən şirəli maye əldə olunur və bu şirəli maye də öz növbəsində molekulyar mətbəx ünsürü kimi jel halına gətirir, jel halına və həmin bu molekulyar mətbəx ünsüründə belə deyək, servis olunur. Və yaxud meyvə şirələri təbii hazırlanır, gel halında verilir. Tablet halında göyərtilər, ispanaq və digər göyərtilər hansı ki təqdim oluna bilir. Sözsüz ki, bu bizim milli yeməklərin molekulyar mətbəxdə verilməsi əlbəttə yeni bir yeniləmə mərhələsidir. Ona görə müsbət qarşılanmalıdır. Çox maraqlıdır, amma belə insanlarda çox dəhşətli fikirlər yaratmaz ki, məsələn biz tutaq ki, qida əlavələrinə bənzərdə bəzən bu göyərtini tutaq ki, siz dediyiniz kimi tablet formasında qəbul edirik. Biraz buna adaptasiya olmaq, buna öyrəşmək çətin məsələdir. Bəli, bu müddət alacaqdır. Bu təkcə ümumi olaraq bilinməsin ki, yəni bu mən sanki bunu etmişəm, digərlər dedəcək daha xoşu. Xeyr, mən istehlakçı kimi mənim özümə də çətin olar, amma əsas odur ki, bugün şükürlər olsun ki, ölkəmiz 11 iqlim qurşağının 9-u mövcuddur və kifayət qədər belə deyə ərzaq məhsullarla təmin oluna bilir. İndi ümidvarım gələcəkdə kənd təsərrüfatımız daha çox inkişaf edə bilər. Demək olar ki, idxaldan azad olmamız ləğv ola bilər. Yəni Azərbaycan özü öz məhsullarını əldə edə bilər. Çünki kənd təsərrüfatı çox vacib amildir. İstehsalatın xam mallarının böyük əksəriyyəti kənd təsərrüfatından təmin olunur. Bu sahədən təmin olunmadıqda isə başqa ölkələrin inkişaf etmiş kənd təsərrüfatı hesabına oradan idxal olunur və bu da həm əlavə gömrük rüsumları, nəqliyyat xərcləri, başqa ölkəyə kapital axımı kimi problemlər yaradır. Özümüzdə təmin olunduqca, hələ ki bizdə düşünürəm bu məsələlərə bir o qədər vacib ehtiyac yoxdur. Çünki dünyada bilirsiniz 8 milyarda təqribən yaxın, bəlkə də səhv edirəm rəqəmi hansısa, insan vardır. Bunun hardasa 1,5 milyardı zülal ehtiyatını məhz həşəratlardan qarşılayır. 23-cü ildə səhv eləmirəmsə bununla bağlı Azərbaycan Respublikasının gömrük orqanı tərəfindən də bir qərar qəbul olmuşdu. Onların idxalı ilə bağlı gömrük rüsumundan azad məsələsi idi, belə bir məsələ idi. Yəni buna görürsünüz bizim ehtiyacımız yoxdur. Çünki biz həm o kateqoriyazı qida vərdişinə sahib deyilik, damaq dadımıza, qida ənənəmizə uyğun deyil, amma insanların məcburiyyətdən bundan zülallarını təmin etdiyi ölkələr də mövcuddur. Ona görə düşünürəm ki, kənd təsərrüfatı daha da inkişaf eləməli. Oradan ərsəyə gələn məhsullar qida təhlükəsizliyi tələbləri içərisində ərsəyə gətirilməli və düzgün şəkildə etiketləndikdən sonra satışa çıxmalıdır və istehlakçı özü bazarı öz seçimi ilə tənzimləməlidir. Həddindən artıq rəngləndirici qidalar, rəngli gel formasında, jele formasında olan qidalar, içərisində qatqı maddələri hesabına müəyyən şirinlik əldə, müəyyən rənglik əldə etmiş qənnadı məmulatları. Mən bunlara üstünlük verilməsinin tərəfdarı deyiləm. Bunlar bazarda kifayət qədər çoxdur və marketdəki məhsulların yəqin ki, ən azı bir 30% miqdarın, 130% miqdarın, 3/1 miqdarın əhatə eləyir. Mən daha çox qida enerji nöqteyi cəhətdən zəngin olan qidalar, yaxşı olar ki, marketlər şəbəkəmizdə insanlar vərdiş halına salsın, günlük təzə süd əldə eləsinlər. Necə ki, Sovet dönəmində olduğu kimi, demək olar ki, təzə süd marketlərdə rastlanmır. Bazarlardan bu məhsullar gəldikdə şüşə qablarda satışa çıxsın. Bəlli bir istehsalçılar tərəfindən adla, sertifikatla bilinən orqanik qidaların əl çata bilənliyi olsun. Bizim elə bir imkanımız olsun ki, onların hər hansısa saytına, portalına daxil olaraq real olaraq gedən kəsimləri, sağımları, prosesləri izləyə bilək. Və bunlar sözsüz ki, şəhər əhalisi üçün ən bir lüks təminat halına çevriləcəkdir. O bölgələrdə olan orqanik məhsulu sadəcə kiçik və yaxud bir qədər məbləğ ödəməklə birbaşa evinə qədər gəlib çatmasını görəcək. Əlbəttə bu artıq daha xoş bir haldır. Həm də Seymur bəy, burada bir məqam da var da, bizim bayaq sizin qeyd etdiyiniz kimi iqlim baxımından bəxtimiz gətirib. Məsələn, bizdə lap şəhər adamı olursa da olsun, fərq etməz. İnsanlar öz mətbəxlərində, öz pəncərə kənarlarında tərəvəzləri yetişdirirlər. Yəni bu var. Xüsusən şimal ölkələrində. Onlarda ilin 12 ayı əlçatanlıq azdır deyə bu təzə tərəvəzləri. Ona görə məcburlar yetişdirirlər və
Bu da orqanikdir, amma bizdə heç kim durub öz pəncərəsində, təbii ki, bunu edənlər var, amma pəncərəsində niyə məsələn xiyar yetişdirsin və yaxud da biber yetişdirsin ki, onu istənilən vaxt gedib meyvə tərəvəz satılan yerlərdən əldə edə bilir. Və yaxud da məsələn bizdə hər mövsümdə hər meyvəni yemək kimi bir ənənə var idi, amma indi bu ənənə də yavaş-yavaş itməyə başlayır və hər dəfə də bax indi söz vaxtına çəkər bu ərəfələrdə, marketlərdə çox baha qiymətə satılan alçanın görüntüləri yayılır sosial şəbəkələrdə. Bəli, çiyələyin o qədər də yəni rəqabət apara bilməz alçanın, amma çiyələyin də çox iri olması və bu yaxınlarda da sosial şəbəkələrdə yayılan bir video var idi. Daha sonra dedilər ki, bu yumor məqsədi ilə çəkilib, amma ki yumor məqsədi ilə çəkilmiş olsa da insanlarda mənfi fikir formalaşdırır və yanlış fikir formalaşdırır. Ümumiyyətlə bax vacibdirmi indi çiyələk yemək, alçanı yemək? Mən istehlakçı kimi, mütəxəssis kimi tövsiyə edirəm, özüm də əməl edirəm ona. Mövsümündən əvvəl heç bir meyvə tərəvəz məhsul almırıq. Mövsümündə bu meyvə tərəvəz məhsulların qiymət baxımından, yəni qida qabiliyyəti, qida imkanı nöqteyi nəzərdən olduqca əlverişli olduğundan qış ayları üçün onun konservalarını hazırlamağa çalışırıq və bu ərsəyə gəlmiş məhsulları qış aylarında istehlak edirik. Bu bizim əvvəlcədən gördüyümüz bir qidalanma vərdişidir. Burada məntiq etibarı ardıcıllıq da düz gəlir. Qiymət baha olanda məhsul alınmır. Qiymət ucuz olanda alınır və ucuz olan dövr bu məhsulun özünün tam təbii yetişdiyi dövrə düşür. Və tam təbii yetişdiyindən bazarın tələbi çox olur, məhsul da çox olur və həmin məhsullar alınır. Onlarda müxtəlif ev üsulu ilə belə deyək, konservatlar, konservalar və digər nələrsə hazırlanır. Ona görə sözsüz ki, tövsiyə edirəm, zəhmət çəksinlər istehlakçılarımız əvvəlki gözləmə vərdişlərinə qayıtsınlar. Hər bir meyvənin, tərəvəzin öz mövsümündə gözləsinlər. Əvvəllər nübar etmək deyilən bir anlayış vardı. Meyvə tərəvəz mövsümü bitdikdə ilk dəfə gətirərlər bir neçə dənəsin və onu bir ilkin olaraq yeyərlər, yoxlayarlar. Bəzən bu qış aylarına da təsadüf eləyə bilirdi. Ona görə gözləsinlər, hər bir meyvə tərəvəzi mövsümündə yesinlər. Onların bu cür davranışı bazarda ölkə xaricindən gətirilən və kifayət qədər gübrə hesabına, kifayət qədər belə deyək, digər əlavə bir yetişdirmə, qeyri-təbii yetişdirmə metodikalarına əsasən ərsəyə getmiş məhsulların ümumiyyətlə ölkəyə gəlməsinə ehtiyac yaranmayacaqdır. Və mövsümündə qəbul olmuş qidaların həmsinin özləri də müəyyən aylarda yetişdirməklə indi hər kəs şəhərdə belə deyək, hansı ki yeni tikili və köhnə tikili bina evlərində yaşamır, həyət evlərində yaşayan da kifayət qədər çoxdur, xüsusən də mərkəz xaricində belə deyək, Bakı kəndlərində orada da kiçik bir özü üçün dirilik və kiçik bir bostan fəaliyyəti ilə məşğul ola bilərlər. Yenə bu məhsulları mövsümündə çıxardıb müəyyən duzlama üsulu ilə, qaxac üsulu ilə söhbət ətdən gedir və digər konservləşmə üsulu ilə qış aylarına avzuqa yığa bilərlər və bu bütün qış aylarında onlara kifayət edəcəkdir. Biz bu konservləşdirmə üsulundan da toxunacağıq əziz dinləyicilərimiz. Hələ ki çox kiçik bir fasilə verək, sonra qayıdırıq. Əziz dinləyicilərimiz, qidalanma vərdişlərimizdən danışırıq. Onlar dəyişibmi, niyə dəyişib və bu mövzuda qida mütəxəssisi Seymur Qafarov mənə yardım edir bu barədə danışmaq üçün. Biz qalmışdıq bu konservləşdirmə məsələsində. Seymur bəy, ümumiyyətlə təzə meyvəni, tərəvəzi konservləşdirib istehlak etmək nə qədər doğrudur? Mənim həmişə konservləşdirilmiş məhsullara bir növ belə çox ehtiyatlı münasibətim var. Nə evdə edirəm onları, nə də çalışıram ki, marketlərdən konservləşdirilmiş qidalar alım. Çünki istər-istəməz konservasiya, bəli, bu yəni təhlükəsiz üsuldur. Orada bütün mikroblar məhv olur, amma ev şəraitində hazırlanan, konservləşdirilən, məsələn, pomidor turşularından görürük ki, tez-tez zəhərlənmə halları baş verir. Marketlərdə isə onların uzun müddət xarab olmaması üçün müəyyən konservantlardan istifadə olunur. Nə dərəcədə doğrudur konservləşdirilmiş qidanı istehlak etmək? Konserva məhsullarından istehlak etmək doğrudur və bu deyək, aparılan proses düzgün ifadə olunarsa məhsullar, bakteriyalar mövcud olmur. Pasterizədən söhbət gedir. Pasterizədən söhbət gedir, xüsusi avadanlıqlar vasitəsilə icra olunur. Mən onu zavodlarda olub təcrübələrdə görmüşəm, ondan mal araşdırmalarım var. İçəridə də anaerob oksigensiz mühit olduğuna görə, bəli, sözsüz ki, bu təhlükəsizdir. Əsas təhlükəli məqam ev əhalisi az olduqda daha böyük kütlədə istehsal edib və bunu açıb hər dəfə soyuducuya yerləşdirmədən ya belə deyək, eyvanda və yaxud zirzəmidə saxlayaraq
qapağı tam sıxılmadan və bəzən də onun içərisi üzəri yaxşı bağlanmadığından içəridə müəyyən hava qatı daxil olur və ağ belə bir hissəcik yaranır, hansı ki kifə bənzəyir və bunlar yığılır, atılır, yenidən istehlak olunur. Sözsüz ki, bunlar hamısı həmin bu botulizm faktorunun törəmələridir və çox ciddi bir məsələdir bu. İnsan tələfatına qədər gətirib çıxara bilər. Bəli, zəhərlənmə mövcud olur. Lakin proses düzgün icra olunduqda və ya bu iş üzrə səriştəli müəssisələrin məhsullarını satın aldıqda və ya məişətdə bu sahədə təcrübəlilər varsa, onu düzgün şəkildə, çünki bilirsiniz, bu zavod və fabriklərdən əlavə həm də əvvəlki Sovet dönəmində xanımlara müəyyən qədər öz təhsil aldığı müəssisələrdə, hətta orta məktəblərdə belə, mən bunun kitablarda müəyyən konsepsiyalarında görmüşəm və müəyyən bununla bağlı belə deyək, ifadə olunmalarla və izahlı mətnlərlə də tanış olmuşam. Bununla bağlı dərslər keçilir. Prosesin necə olunduğu, nə qədər müddət qaynatmaq, məişətdə üsul istehsala qaynatmaq üsuluna yaxınlaşır, balon tərsində çevirdə necə olur, qapaq atdıqda proses necə baş verir. Bunlar izah olunur. Əvvəlcə ev əhalisi üçün kiçik qablaşmalarda istehlaka uyğun qədər eləmək və istifadə həm büdcə təsərrüfünə gətirib çıxara bilər, həm ailə məşğulluqlarını artıra bilər. Bu gün bizdə bu ailə təsərrüfatı üzrə düşmür, amma gələcəkdə düşünürəm ki, müəyyən bir ev üsulu ilə istehsal olunan məhsulların da satılması üçün ya elektron şəkildə bir portal, ya market şəbəkələrində bir belə deyək, onlayn və ya fiziki market kimi hissələr yəqin istifadəyə veriləcəkdir bu layihələr, çünki dünyada artıq əhalinin məşğulluğu üçün olduqca atılmış böyük addımlardır və yəqin bizdə də mövcud olacaq. Ona görə bunları düzgün şəkildə qablaşdırıb, düzgün şəkildə hazırladıqdan sonra istehlak eləmək olar. Hətta uzun müddət saxlamaq üçün ideal yollardandır. Amma marketlər, şəbəkə üçün hazırki vəziyyətdə istehsal olan məhsullar, onlar da adına qeydiyyatdan keçmiş, qida qeydiyyatı haqqında şəhadətnamə ilə təmin olunmuş və bəlli istehsalçılar tərəfindən icra olunur. Onların da ixal etdiyi, üzr istəyirəm, daxildən alış etdiyi və ixal etdiyi müəyyən ədviyyatlar və daxildən alış etdiyi meyvə tərəvəz məhsullarının hamısında yeri bilinir. Əsas vacib məqamı məhsul alan zaman suyunu içməyə meyl göstərilir, içərisində qalan, buna ehtiyac yoxdur. Meyvələr yeyildikdə üzərində hər hansısa bir bitki qalığı, hər hansısa bir fiziki çirklənmə meyarı ola bilərsə, su ilə yuyulduqdan sonra süfrəyə verilsin. Ümumiyyətlə üzərindəki o ağır duz qatını götürmək üçün ümumiyyətlə bir belə deyək, el arasında isə bir suya tutub, yəni suya verib bir ilkin yumadan keçirib sonra istifadə eləsələr daha yaxşı olar. Çünki duzun da bu qədər böyük miqdarda qəbulu tövsiyə olunmur. Həssaslıq olan insanlar, yəni deməzdim allergen, çünki adətən hazırki vəziyyətdə turşularda 16 adda qəbul olmuş allergendən biri sulfit ola bilər, amma buna qarşı o allergiyası olan insan çox da təsadüf olunmur ölkəmizdə. Yenə də allergen məhsul kateqoriyası da onun etiketində bununla zəngin olduğu və tərkibində bu olduğu göstərilməlidir. Bu kimi meyarlara diqqət yetirən zaman suyunun bulanıq olmamasına, bankanın tamlığına, mümkün qədər plastik qutularda olan, qablaşmalı qutularda olan məhsullardan uzaq durmaq şərti ilə əlbəttə ki, sözsüz ki, düzgün şəkildə istehlakı qida təminatı zamanı belə deyək də bütün bu cold starter, soyuq qəlinaltılar, pickleslar, turşular sinifinə düşür və bu qəbul həm qida yanında bir qidanı iştahlandırıcı əlavə kimi, həm də insanın doyumluq prosesinə müsbət təsir edəcək faydalı bir məsələ. Ona görə amma heç kim sizə demir ki, bütün gün ərzində onunla qidalansınız. Əlbəttə ki, bütün günü heç bir qida pomidor turşusu yeyəsiniz. Qidalar bədənin qəbuluna uyğun olaraq rəngarəng şəkil təşkil etməlidir. Rahat həzm üçün və liflərində orqanizm üçün olduqca faydalı qidalar olan meyvə, tərəvəz, xüsusən də tərəvəzlərin bişməmiş halda salatlar şəklində qəbulu, yəni axar su ilə yuyulub sadəcə müəyyən formaya salınıb qəbulu orqanizm üçün çox faydalıdır, vitamin nöqteyi-zətdən. Ət məhsulları dəyişərək şəkildə bir dəfə proteini biz əldən eləyə bilərik. Qırmızı ətdən, mal ətindən, bir dəfə qoyun ətindən, bir dəfə toyuğun döş ətindən əldə eləmək olar. Yəni filədən, sinə ətindən, balıqdan əldə eləmək olar. Gözlər üçün də xüsusi faydalıdır və həzm rahatdır. Mövsümündə təbii ki, alıb, təmizlədib, sərgəli istehlak üçün və çalışıb bu kimi, balıq kimi, filə kimi həssas məhsulları dondurmadan. Yəni bugün qəbul olunacaqsa alındı, müəyyən formaya saldı, qəbul olundu və bu daha uyğundur. Adətən soyuducularda, dondurucularda indi müəyyən saxlanıc mərhələləri ola bilər, yaydan qışa və yaxud qışdan müəyyən qədər yaya, amma adətən çalışıb bir həftəni keçirtməyəcək bir ərzaq saxlamaq lazımdır orada.
Çünki həm yer tutur, həm sonra bunun defrost məsələləri də var. Ət məhsulu bilirsiniz, mənfi 18 dərəcə Selsidə gəldikdə belə ki, donmuş halda. Yenidən onu defrost prosesinə cəlb edib müsbət 5 dərəcəlik soyuducuya hissəyə yerləşdirmək lazımdır. Ondan sonra o buzdan ayrıldıqda müəyyən formalara bölünüb maye qida halında, yəni şorbalar halında belə deyək və yaxud da qızartma qidalar haqqında istehlak oluna bilər, bişirilə bilər. Və Seymur bəy, bir ara trend olmuşdu sosial şəbəkələrdə sublimasiya olunmuş qidalar, dondurma, müxtəlif meyvələr, yəni onu dərin dondurma belə deyim prinsipi ilə dondururdular və yeyirdilər. O qidaların ümumiyyətlə nəyəsə faydası varmı? Vitaminləri qoruyub saxlayırmı tərkibində? Və yəni bax sosial şəbəkələrdə yayılan bu trendlər var ha. İndi bax qeyd etdiyimiz kimi mövsümü olmasa da alçanı küllü miqdarda duza batırıb yeyənlər, bundan video çəkənlər, çox izlənməsini bilə-bilə və yaxud da mukbang videoları populyar formatda da sosial şəbəkələrdə kimsə oturur qarşısına böyük bir stolda yəni ardıcıl olaraq bir neçə növ yeməyi istehlak edir. Bunlar doğrudurmu? Sözsüz ki, bunlar doğru ola bilməz. Bilirsiniz, qida təhlükəsizliyi məsələsindən də onunla paralel, ən azı onun qədər əhəmiyyətli olan məsələlər də eyni zamanda qida keyfiyyəti və qida mədəniyyətidir. Həmçinin burada bəzi qidaları həmin bu sosial şəbəkələrdə, xüsusən də bu mukbang kateqoriyasına düşən videolarda işıqlandırmaqla orada bir food fraud, yəni qida saxtakarlığına yol açılır. Sanki bu qədər qidanın hamısını o insan yer, elə bir əksi oturur və bəzən kameranı elə yerləşdirirlər ki, qida əslində çox görünür. Çox olmasa da çox görünür. Bəli. Mən də baxmışam, ona əsasən təcrübələrimi bölüşürəm. Ümumiyyətlə qida qəbulu küçə qidalarına çıxmaq şərti ilə, çünki onlar müəyyən qədər, yenə də gördüyüm qədərini onlar da heç də çox da gəzilə istehlaka yol verilmir. Yəni normalda hər satın alınmış küçə qidası gəzərək şəkildə istehlak olunsaydı, insanların nahar ərəfəsində hamının əlində qida olardı. Ya gördüyüm qədərini onlar da ən azı bir dayanmaq üçün, durmaq üçün bir yerdə yeyilir və ya kiçik də olsa bir oturacaq sahəsində yerilir və yaxud onların özünün oturma sahələri olur, yaxşı vəziyyətdə orada yeyilir. Amma yəni sözümü ona gətirmək istəyirəm ki, ümumiyyətlə heç bir qidanı sosial şəbəkələrə çəkib insanların gözü önündə baxış xarakterinə, reyting xarakterinə bu cür müxtəlif qidalar yemək düzgün deyil. Çünki bundan bizə baxan gənclər, uşaqlar ilhamlana bilir və onlar da bunun bu cür olacağını bilir. Orada fikir versəz, dəniz məhsulları, ət məhsulları bir-birindən seçilmədən, ardıcıl olaraq, bəzən bunlar bitməmiş, onun ardınca desertlər qəbul olunur, üzərinə alkoqollu içkilər, alkoqolsuz içkilər içilir. Əlbəttə, bu insanın həzm sisteminə olduqca mənfi təsir göstərir, bu reallıqdır və insanların qida qəbulu ilə bağlı vərdişlərində və silsilə sıralamasında bir xaotiklik, qarışıqlıq yaradır və buna baxan insanlar da nə qədər qida tapsa bunu qoyub bu şəkildə yeyə bilərik, heç nə olmur, mənə bir şey olmadsa, ona bir şey olmadsa mənə də olmaz və nəticəsində piylənməyə, kökəlməyə, diabet riskinə, digər xəstəliklər gətirib çıxarır. Biz nəzərə alsaq ki, biz şəhər mühitində yaşayırıq. Şəhər mühiti kənd mühiti ilə müqayisədə belə deyəm, fikrim biraz ifadəm düz çıxsın, biraz qorxaq mühitdir. Yəni örneğin biz böyük iri buynuzlu heyvanı və xırda buynuzlu heyvanı burada tutalım Discovery-də hər hansısa heyvanlar haqqında məlumat və verilişlərdə görürük. Kənd həyatında bu fiziki həyatdadır gündəlik görürsən. Digər sürünənləri, bitki zərər vericilərin, heyvan zərər vericilərin yenə biz filmlərdə, televiziya vasitəsilə tanış oluruq. Orada kənddə ilan görmə ehtimalının çox böyükdür və hətta heyvana xəsarət yetirdikdə belə sən o sağaltmaqla bağlı təcrübələrin olmalıdır. Ona görə və bizim qidalanma vərdişlərimiz də kənd üçün deyil, şəhər üçündür hal-hazırda. Çünki biz həddindən artıq yağlı və qidalandıqdan sonra hərəkətsiz notebooklar, iş, ofislər, ona görə bu bizdə müəyyən qədər həmin qidanın belə deyək bədəndə soğurulmasına, düzgün həzm olmasına, tez zamanda qida enerjisinə çevrilib bizim orqanizmimizə əqli və fiziki inkişafını müsbət təsir etmə prosesi gec gedir. Bəzən bəzi qidalarda bu gedə bilmir. Çünki biz gün ərzində müəyyən tabe olunmuş səhər yeməyi, günorta təyin olunmuş saatda yeməyi və axşam indi elə insan var nəqliyyat vasitəsi evinə tez çata bilir, elə insan var hələ nəqliyyat dayandıqdan sonra ya ictimai nəqliyyat, nə şəxsi nəqliyyat, hələ oradan da nə qədər yol gedir və axşam yeməklərində saatlar dəyişir, ona görə balans pozulur və o kalorili, o bol ətli, o bol
belə deyək, zəruri olan qidanın üzərindən bir də düşünün ki, biz at belinə minib nəsə fiziki bir işlə məşğul olmuruq və ya bir uzun məsafəni piyada qət etmirik və ya müəyyən qışa azuqə görmürük fiziki inkişafına. Biz sadəcə notebooklarda, marketlərdə, kiçik adamlar. Və bu azmış kimi bəziləri gecə durub soyuducu hücumda çəkirlər. Sözsüz ki, bunlar həzm oluna bilmir, çətin yox. Ona görə qətiyyən tövsiyə eləmirəm. Bundan gənclər ilham almasınlar. Biz həm də müsəlman ölkəsi müəyyən qədər burada dini etik göstəricilərə də riayət olunmalıdır. Bəlkə hər hansısa bir onu qidanı təmin edə bilməz insan, onun gözü qarşısında bu qidalar yeyilmə bilməz. Kifayət qədər dünyada da ehtiyac sahibi insanlar vardır. Ölkəmizdə də qismən də olsa vardır. Şükürlər olsun da bundan bağlı dövlət tərəfindən də müəyyən işlər aparılır. Yəni qida əlçata bilənliyi nöqteyi nəzərdən danışıram, amma yenə də bunu düzgün saymıram. Ən azı qidalanmalar müəyyən bir yerdə yerinə yetirilməli, qida yeyən zaman tələsilməməlidir, desertlərlə ana qidaların arasında məsafə verilməlidir, mədə-bağırsaq sistemi yumşaq, həzmi rahatlaşdırmaq üçün mütləq maye şorbaları qəbul olunmalıdır, yay aylarında da bunu icra edə bilərlər və bol maye qəbul etmək lazımdır. Bizim mədəmizin tutumu 10, 20, 30 kiloqram deyil. Bir qismdir və o bizə həmin qida üzrə böhranı aradan qaldırmağa kifayət edir. Artıq qida doldurmağa da ehtiyac yoxdur və bədəni buna zorlamağa da ehtiyac yoxdur ki, bunu bu qədər yük götürsün və başqalarının haqqına düşən qidaları yeməyə də ehtiyac yoxdur. Və əsas sağlam qidalanmaqdır. Biz sizin hər birinizə bunu arzu edirik, əziz dinləyicilərimiz. Seymur bəy, sizə də təşəkkürümü bildirirəm, minnətdaram. Yəni də faydalı, maarifləndirici məlumatlarla bölüşdünüz. Mən təşəkkür edirəm dəvətiniz üçün. Şad oldum belə bir şərait, fürsət yaratdığınız üçün. Çox sağ olun, təşəkkür edirəm. Əziz dinləyicilərimiz, qida mütəxəssisi Seymur Qafarovla bugün ümid edirəm ki, hər biriniz üçün faydalı olan qidalanma vərdişlərimizdən danışdıq. Sağlam qidalanın əsas olan budur. Özünüzə və planetə yaxşı baxın, yenidən eşidilərik.